Ego. Ego düşməndir yoxsa dost? Ego haqqında müxtəlif təriflər və nəzəriyyələr var. Biz bugün burada Ryan Holiday'in qələmə almış olduğu Ego düşməndir kitabından söhbət açacağıq. İlk öncə Ryan Holiday'a bu mövzunu önəmsədiyi üçün və Zümrüt Hüseynovaya tərcümə üçün təşəkkür edirəm. Kitabda həyatımız 3 mərhələyə bölünür. Biz hər zaman həyatımızı bu 3 mərhələnin birində görəcəyik. Birinci mərhələ səylər mərhələsidir. Yəni bir şeyləri arzu edirik, ona çatmaq üçün çalışırıq, səylər göstəririk. İkinci mərhələ müvəffəqiyyət mərhələsidir. Üçüncü digər mərhələ isə uğursuzluq mərhələsidir. Və kitabda real şəxslərin həyatından çox nümunələr çəkilməklə hər üç mərhələdə egonun bizə necə mane olduğundan bəhs edilir və həmən mərhələdə ego ilə necə mübarizə aparmalı olduğumuz nüanslara toxunulur. Qeyd edim ki, qısa müddətdə oxunulası kitab deyil. Burada tanıdığımız və tanımadığımız çox şəxslərin həyatından nümunələr çəkilir. Bu oxucunu əlavə axtarışlar etməyə sövq edir. Əslində çətin olsa da belə kitabları xoşlayıram. Çünki insana daha çox şey qatmış olur. Girişin ilk abzası çox xoşuma gəldi. Orada belə yazılır. Siz ambisiyaları coşub daşan bir gənc, mübarizə apara bilən biri ola bilərsiniz. Bəlkə də ilk milyonunuzu qazanmış, ilk sazişinizi imzalamış, hansısa elitar qrupa daxil olmusunuz. Bəlkə də indi qazandığınız müvəffəqiyyət bütün ömrünüzə kifayət edəcək. Bəlkə də yuxarı qalxdıqca boşluqla üzləşib sarsılırsınız. Bəlkə də sizə başqalarını böhrandan çıxarmaq həvalə olunur. Bəlkə də elə indicə işdən qovulmusunuz. Bəlkə də lap günlərinizi sayırsınız. Harada olursunuzsa olun, nə edirsinizsə edin. Ən qatı düşməniniz sizin daxilinizdə yaşayır. Bu sizin egonuzdur. Fikir verirsiniz dostlar, çox əminliklə yazılmış cümlələrdir. Elə deyilmi? Hiss olunur ki, real hadisələrlə öz isbatını dəfələrlə tapıb. İndi isə spoiler verməməyə və qiymətli zamanınızı çox almamağa çalışacağam. Qeyd olunan hər üç mərhələdən bir-iki nümunəyə toxunaraq sözü sizə verəcəyəm. Səylər mərhələsi. Bu mərhələ İsokratın Demonikus adlı gəncə məktubu ilə başlayır. Məktubda o yazır: İnsanın təvazökarlıq, ədalət və özünə nəzarət kimi hissindən yaxşı bəzəyi yoxdur. O məktubda həmçinin aramla düşünüb cəld qərar verməyi, insanları gülərüzlə qarşılamağı, daim öz intellektini inkişaf etdirməyi məsləhət görürdü. Daha sonra kitabda William Shakespeare'in Hamlet əsərində Poloniusun oğlu Lartsa məktubundan nümunə çəkilir. Sanki yazıcı İsokratın Demonikusa məktubundakı, Poloniusun da Lartsa məktubundakı tövsiyələri Amerikalı gənc zabit William Sherman'ın həyatında toplayır. Açığı mən Sherman'ı bu kitabda tanıdım. Əlbəttə, hamı kimi mənfi və müsbət tərəfləri var. Bəs nə üçün bu kitabın bu hissəsində Sherman'dan danışılır? Deməli, Sherman öz səyləri ilə yüksələn bir gəncdir. Vətəndaş müharibəsində doğru strategiyaları ilə qələbələr qazanır və dövrünün prezidenti Lincoln tərəfindən görüşə çağırılır. Ona vəzifə verilir və o çox maraqlı təklif edir. Belə deyir: yeni vəzifəni baş komandanlığın mənə həvalə edilməyəcəyinə əmin olmağım şərti ilə qəbul edirəm. Təsəvvür edirsiniz, hamı daha böyük rütbələrə can atdığı halda Sherman ikinci şəxs vəzifəsində özünü rahat hiss edir. Özünü daha yüksək rütbəyə hazır hiss etmir və bunun üçün daha çox təcrübəyə ehtiyacı olduğunu düşünür. Bir şeylər üçün biz çalışanda, səy göstərəndə ego bizi öz real gücümüzdən uzaqlaşdırır. Bizi olduğumuzdan artıq güclü, bacarıqlı göstərir və nəticədə nə olur? Biz az çalışırıq. Haqqımız olmayan nailiyyətləri istəyirik. Sherman isə daha yüksək rütbədən imtina etdi. Çünki ego reallığı görməyinə mane ola bilmədi. O egosuna bu mərhələdə qalib gəldi. Buradan belə bir nəticə də çıxarmaq olar ki, şöhrət və liderlik zirvəsinə qalxan insanlar iki tipə ayrılır. Doğuşdan özünə inamlı olanlar və real nailiyyətlərlə tədricən böyüyənlər. Sherman real nailiyyətlərlə tədricən böyüməyi seçdi. Səylər hissəsinin şagird olun bölməsi var. Burada New York Yanğınla Mübarizə Departamentinin Təlim Akademiyasında yazılmış bir şüar qeyd olunur. Bu, heç kəsin ruhu, keçdiyim təlimin məni rüsvay etdiyini demək üçün geri qayıtmasın. Öyrənməyin önəmini vurğulamaq üçün yaxşı şüardır bu. Yenə də bu hissədə çox önəmli nüansa toxunulur. Sizcə, böyük şəxsiyyətlər aqressiv və özündən razı olmayıblar? Həqiqət budur ki, həmən şəxsiyyətlər özlərinə əmin olmaqlarına baxmayaraq, əbədi tələbə təbiəti
onların təvazökar və alicənab olmasına səbəb olub. Əbədi tələbə təbiəti ifadəsi çox xoşuma gəldi. Və Epikretdən bir sitat. Adam bildiyini, zənn etdiyi şeyi öyrənə bilməz. Özünüzdən razısınız və sual verməyə özünüzə sığışdırmırsınızsa, cavabları heç vaxt tapa bilməyəcəksiniz. Başqa bir maraqlı nüans səylər hissəsinin özünüzü cilovlayın bölməsində yazılır. Öz egosuna qalib gəlmiş adamlar başa düşürlər ki, kimsə sizə həqarət edəndə sizi deyil, özünü alçatmış olur. Egosuna nəzarət etməyən insanlar isə, dostlar, bunu anlamır və cavab verməyə çalışır. Bəs hörmətsizlik görəndə nə edək? Yazıcı belə məsləhət verir. Səbirli olun, udun, dözün, sakitcə əlinizi yelləyib işinizə davam edin, oyununuzu oynayın, hayküyə məhəl qoymayın, onların fikrinizi yayındırmasına imkan verməyin. Təmkin çətin, amma həlledici bacarıqdır. Dostlar, mən bir haşiyə çıxmaq istəyirəm bu yerdə. Deməli, yazıçının da qeyd etdiyi kimi, ətrafımızda həddini bilməyib hörmətsizlik edənlər olacaq. Biz cavab verməyəcəyik. Çünki ya sözümüz yoxdur deməyə, ya da söz var deməyə adam yoxdur ortada. Bir sözlə Dostoyevski demişkən, zəka göstərməyin yeri deyil. Belə olan halda bir qrup insan da peyda olacaq ətrafımızda. Onlar bizi bu hörmətsizliyə qarşı reaksiya verməyə vadar edəcəklər. Əsla əhəmiyyət vermək lazım deyil. Düzdür, çətin andır, çünki egomuzu qışqırdırlar. Yenə də yolumuza davam etməliyik. Təmkini və təmkinli yol yoldaşı seçməliyik. Səylər mərhələsində öyrəndik ki, ego bizi reallıqdan uzaqlaşdırır. Bizə deyir ki, sən bilirsən, sən hər şeyi bilirsən. Biz nə etməliyik? Reallığımızı itirməməliyik və hər zaman şagird olmaqdan çəkinməməliyik. Belə olduğu halda bu mərhələdə biz egoya qalib gələcəyik. Müvəffəqiyyət mərhələsi. Müvəffəqiyyətin ömrünü ego qısaldır. Kitabda gözəl bir sual var. Siz uğuru idarə edə bilərsiniz, yoxsa o başınıza gələn ən pis hadisə olacaq? Mən burada bir nümunə çəkmək istəyirəm, dostlar. Biz gecə-gündüz oxuyuruq, zəhmət çəkirik və universitetə qəbul oluruq. Sonra bu uğuru yalnız öz adımıza yazırıq. Çünki ego gözümüzü bağlayıb və hər kəsin əməyini bizim adımıza yazıb. Hansı ki, bu uğurun arxasında çoxsaylı proseslər var. Təsəvvür edin, əminamanlığı qorunulmuş ölkə, bizim təhsil xərclərimizi çəkən ailə, bizi oxutduran zəhmətimizi çəkən valideynlər, müəllimlərimiz, kitablar, hətta hər gün o otaqları təmizləyən insanlar, bizə dua edən tanıdığımız və tanımadıqlarımız. Axı bunların da payı var bu uğurda. Dostlar, əziz gənclər, onsuz da diplom bizim adımıza yazılacaq. Amma biraz təvazökarlıq etsək bu uğur mərhələsində necə də gözəl olar, alicənab görünərik, elə deyilmi? Bunu da çox sevdim mən. Əgər mən özüm üçün çalışmasam, o zaman kim mənim üçün çalışacaq? Əgər mən yalnız özüm üçün çalışıramsa, onda mən kiməm? Bu cümlə üzərində çox düşündüm. İnsan yalnız özü üçün, hətta ailəsi öz övladı üçün çalışmamalıdır. Bütün canlılar özünə və ailəsinə qida axtarır, sığınacaq edir. Əgər biz oxuyub və övladlarımızı oxutdurmuşuqsa, bu bizi biraz fərqləndirəcək digər canlılardan. Amma insanın ölçüsü bu qədər deyil. Bu böyük hünər ürək tələb etmir. Hünər bütün övladları düşünə bilməkdir. Ürək budur, insan budur. Müvəffəqiyyət mərhələsində nə öyrəndik? Ego bizə deyir ki, sən qalib gəldin, bunu sən etdin, bu uğur sənindir. Uğur qazananda yalnız öz adımıza yazırıq, yalnız özümüzü düşünürük. Biz nə etməliyik? Biz hər kəsin haqqını verməyə çalışmalıyıq. Biz yalnız özümüzü deyil, başqalarını da düşünməliyik. Belə olan halda həm biz bu mərhələdə egomuza qalib gələcək, həm də müvəffəqiyyətimiz uzun ömürlü olacaq. Uğursuzluq hissəsi. Bu kitabın sonuncu hissəsidir. Öncədən də məlumatım olduğu iki insanın adını bu hissədə görmək maraqlı oldu mənə. Bunlardan biri Washington Postunun naşiri Katharine Graham'dır. Katharine başına gələn hadisələr, yaşadığı uğursuzluqlar onu qorxutmur və daha cəsarətli addım atır, həqiqəti paylaşır və nəinki bu paylaşımı ilə qəzetini xilas edir, hətta bir prezidentin istefasına, bəlkə də bir ölkənin taleyini
dəyişməsinə səbəb olur. Digər bir şəxs Malcolm X-dir. Çox çətin bir həyat, nəzarətsiz uşaqlıq illəri, cinayətlər ilə dolu gənclik və 21 yaşında həbs cəzası. Hər şey o həbsxanada başlayır. Bütün zamanını oxumaqla keçirir. Ona sual verəndə haranı bitirmisə, kitabları deyərək cavab verir. İslamı qəbul edir, bir örgütə qoşulur, Kəbə ziyarətinə gedir. Sonra aydın olur ki, həmin qoşulduğu örgüt doğru ideologiyaya sahib deyil, örgütdən ayrılır və bundan sonra Malcolm sui-qəsd hazırlanır. Bu sui-qəsddə Malcolm öz həyatını itirir. Ümumiyyətlə Malcolmun həyatı çox insana təsir edir. Onun həyatı ilə maraqlanarkən, özəlliklə soyadının nə üçün X olduğu ilə maraqlansanız, düşünürəm ki, siz də çox təsirlənəcəksiniz. Əslində kitabda həyatının bu hissələrindən yazılmır və nə üçün Malcolm bu kitabın uğursuzluq hissəsində yer almışdır? Çünki onun çətin keçən həyatı, uğursuzluğa düçar olduğu hadisələr onu həbsxanaya düşməyinə səbəb olur və həbsxanada Malcolm egosuna yenik düşmür. Əgər o egosuna yenik düşsəydi, özünü doğru biləcəkdi, cinayətlərini etiraf etməyəcəkdi özünə, kitablar oxumayacaqdı və həbsxanadan çıxdıqdan sonrasında həmən cinayətlərinə yenə də davam edəcəkdi. Lakin Malcolm həbsxanada ikən egosuna qalib gəlir. Kitabın epiloqunda çox düşündürücü bir sözlər var. Deyir ki, biz yaxşı iş adamı, fatih, idmançı olmaq istəyirik. Bu cazibəlidir. Biz böyük işlər görmək istəməliyik. Bəli, bu belə olmalıdır. Lakin yaxşı, xoşbəxt, tarazlı, məmnun, təvazökar və alicənab olmaq da az nailiyyət deyil. Mən bu hissəni oxuyanda düşündüm ki, bundan sonra təvazökar gördüyüm, yaxşı gördüyüm insanlara yaxınlaşıb, onlardan dərs alacağam. Onlara sual verəcəm ki, bu təvazökarlığa necə nail oldun? Bu yaxşılığa necə nail oldun? Çünki biz bunlara xarakter deyib keçməməliyik. Bu əslində o insanların çox böyük bir nailiyyətləridir. Sona gəldik dostlar. Biz ego ilə mübarizənin ən çətin olduğu dövrlərdə yaşayırıq. Ego insanı ən gözəl duyğudan məhrum edir. Ego nə sevir, nə də sevilir. İnsan gücə, güclü olmağa düşkündür. Ego çox güclüdür. Əgər biz ona qalib gələ bilsək, ən güclü biz olacağıq. Əgər çox güclü olmaq istəyiriksə, onda egomuza qalib gələk. Çünki ondan böyük düşmənimiz yoxdur. Əziz dostlar, bura qədər dinlədiyiniz üçün sizə çox təşəkkür edirəm və indi sizin fikirlərinizi gözləyirəm. Söz sizdədir. Əmin olun ki, sizin qeydləriniz mənim üçün çox önəmlidir. Növbəti videoda görüşənədək özünüzə yaxşı baxın, Allah amanında qalın.